Yeşaya 16-cı fəsil. Seladan səhra yolu ilə Sion dağına, ölkənin hökümdarına quzular göndərin, Muav qızları yuvalarından atılmış, ora-bura uçan quşlara bənziyir. Onlar Arnon çayının bərələrində dolaşır. Bizə öyüd ver, ədalət göstər, gündüzün istisində gecə kimi üstümüzə kölgə sal, sürgünləri saxla, qaçqınları təslim eləmə. Qoy Muavdan sürgün olanlar sənnən birlikdə yaşasın, məhv edənlərə qarşı biz Muavlıların pənahı ol. Qarət və qırğın qutaranda, ölkəni ayaqları altına salanlar yox olanda, məhəbbət üzərində taxt qurulacaq, Davud nəslindən bir nəfər sədaqətlə padşahlıq eləyəcək, hökm eləyərkən ədaləti axtaracaq, tezliklə salihliyi yerinə yetirəcək. Muavlıların nə dərəcədə qürurlanıb loğalandıqlarını, nə cür təkəbbürlü olduqlarını eşitdik. Boş yerə öyünürlər. Buna görə Muavlılar Muav üçün fəryad eləyəcək. Hamısı fəryad eləyəcək. Qeyr-xarəsetin kişmiş kökələrini yada salaraq inləyib kədərlənəcək. Çünki Xeşbon tarlaları, Sivma təknələri qurudu. Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı. O budaqları ki, Yazerə qədər uzanardı. Səhraya çatırdı, şaxələnib dənizi aşırdı. Buna görə Yazer ağlaşması ilə Sivma tənəkləri üçün acı-acı ağlayıram. Ey Xeşbon və Elalə, çünki yay meyvələrinizin və biçininizin üzərinə döyüş nərəsi düşdü. Meyvə bağlarından sevinc və fərəh götürüldü. Üzümlüklərdən nə nəğmələr, nə də sevinc nidaları səslənir. Üzüm sıxanlardan şərab götürülməyəcək. Onların sevinç səslərini kəsdim. Buna görə ürəyim Muav üçün çəng kimi inləyir. Qəlbim qırxeres üçün sızlayır. Muav xalqı səcdəgahlarına çıxaraq boş yerə özünü yorur. Dua eləmək üçün müqəddəs məkanına gedəcək, amma hər şey boş-boşunadır. Rəbbim Muav haqqında keçmişdə dediyi sözü budur. İndi isə Rəbb belə deyir. Tam 3 ilin ərzində Muavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək.